yalanın hökm sürdüyü bir dövrdə həqiqəti söyləmək inqilabi bir hərəkətdir. George Orwell, Həqiqətin aynası və Azadlıq manifesti. Bugün bir sözün gücü ilə imperiyaları titrədən, yalanın rəngini ifşa edən bir dahidən, George Orwell'dən bəhs edəcəyik. Orwell elə bir yazıcı idi ki, o gələcəyi görmək üçün sehirli kürəyə deyil, sadəcə insanın hakimiyyət hərsliyinə baxırdı. Onun 1984 romanındakı Böyük qardaş sizi izləyir xəbərdarlığı bu günün texnoloji və siyasi dünyasında hələ də ən aktual şüardır. Orwell yazırdı: yalanın hökm sürdüyü bir dövrdə həqiqəti söyləmək inqilabi bir hərəkətdir. Baxın, bu cümlə bir jurnalist üçün, bir elm adamı üçün, ümumiyyətlə, hər bir azad fərd üçün həyat amalına çevrilməlidir. O, Heyvanistan əsərində azadlıq naminə edilən inqilabların necə tiranlığa çevrilə biləcəyini o qədər sadə və dahi bir dillə anlatdı ki, bu əsər tarixin bütün dövrləri üçün bir xəbərdarlıq rolunu oynadı. Orwell'in dili bir qılınc kimi kəskin və düzdür. O, bəzəkli ifadələrin arxasında gizlənmir. Onun üçün dil həqiqətin qulluqçusu olmalıdır. Yalanın libası deyil. O bizə öyrətdi ki, azadlıq başqalarının eşitmək istədiyi şeyləri onlara demək hüququdur. Orwell'in mirası bizə təfəkkür azadlığının nə qədər müqəddəs olduğunu və bu azadlığı qorumaq üçün hər zaman oyaq qalmağımızın vacibliyini xatırladır.